Miqrenin nevroloji, psixoloji əlaqələri. Belə deyib, üçbucaq yaradaq. Miqren, nevrologiya, nevroloji problemlər və yaxud da ki, psixoloji problemlər. Bunların üçünün əlaqəsi. Bəli. Yəni, son zamanlar çox söylənilir ki, miqren depressiyanın, yaxud həyəcan təşvişinin təzahürüdür, yaxud miqren psixoloji bir xəstəlikdir, yaxud psixiatrik bir xəstəlikdir. Əslində, heç də elə deyil. Yəni, miqren, öncə söylədiyim kimi, beynəlxalq baş ağrılar cəmiyyətin təsnifatına əsasən xroniki nevroloji bir xəstəlikdir. Bəli, miqren zamanı, miqrendən əziyyət çəkən xəstələrdə depressiya və təşviş həyəcan sindromları daha tez rast gəlinir. Bu olabilir. Deyək ki, bir insanın ay ərzində bir dəfə miqreni tutarsa və hər zaman eyni vaxtda tutarsa, yəni artıq onda hardasa bir həyəcan, bir qorxu yaranacaq ki, ayın sonu yaxınlaşır. Misal üçün qadınları götürərik. Yəni menstrual miqrenindən danışarıqsa, adət dönəmin yaxınlaşır. Çox güman ki, mənim yenə çox şiddətli başım ağrıyacaq və mən bu baş ağrıya necə dözəcəm bilmirəm. Kimi bir qorxu yarana bilər, fobiya yarana bilər. Digər hallarda, misal üçün, miqren baş ağrılarının sayı çox olur. Digər bir pasiyentimiz olar, ay ərzində 10 gün, 14 gün, 15 gün bu adam yataqda qalır. Ağrılar o qədər şiddətli olur ki, hərəkət edə bilmir. Hətta öz uşağına baxa bilmir, ilgilənə bilmir. Deyir, imkanın olsa, əgər bu həyatı tərk edərdim. O qədər ağrım güclüdür ki, heç bilirəm ki, övladım da məni başa düşmür, yoldaşım da məni başa düşmür, heç ki məni anlamır, elə bilirlər ki, şişirdirəm. Amma bu ağrı o qədər dözülməzdir ki, bilmirəm nə edim. Bu xəstələrdə təbii ki, depressiv simptomlar daha çox olacaq. Çünki artıq həyat tərzi, yəni həyat keyfiyyəti aşağı düşür. Həyat keyfiyyəti aşağı düşməklə yanaşı artıq insanlar daimi depressiv hallarda olurlar. Çünki bayıra çıxmaq istəmir, insanlarla ünsiyyətdə olmaq istəmir, işıq onu narahat edir, səs onu narahat edir. Evə qonaq gələrsə narahat olar ki, indi səsküydən başım ağrıyacaq. Yəni, xeyrə, şərə getmir ki, orada da adam çox olacaq, başım ağrıyacaq, qoxular məni narahat edəcək. Və təbii ki, belə insanlar artıq özlərini qapandıqca yanaşı gedən simptomlar və yaxud xəstəliklərdə meydana çıxa bilir. Amma miqren nə depressiyadan, nə də həyəcan təşvişdən yaranan bir xəstəlik deyil. Lakin miqren zamanı depressiv hallar, həyəcan təşviş sindromları da daha tez rast gəlinə bilir. Bəs miqrenin kökündə ümumiyyətlə nə yatır? Ümumiyyətlə, bu yaxşı sualdır. Nəyə görə? Çünki çox zaman pasiyentlər bizdən soruşur. Hətta həkimlərimiz də, yəni mühazirələrdə olduqda, bir toplantılarda olanda, yəni hansısa bir seminarlarda olduqda həkimlərimiz soruşur ki, miqren nədən yaranır? Miqrenin səbəbini bilirikmi indiyənə qədər, öyrənilibmi? Maalesef ki, hələ də axıra kimi tamam elmə məlum deyil ki, miqren nədən yaranır. Lakin aparılan tədqiqatların nəticəsi onu göstərir ki, bir sıra neyropeptidlər var ki, onların ifrazatının artması miqrenə səbəb olur. Bunlar hansılardır? Vazointestinal peptid, VIP deyirlər. CGRP peptidlər deyirlər, calcitonin gen-related peptid. Bunun artması, yəni neyropeptidlərdir bunlar, beyində istehsal olunur, belə deyək, ifraz olunur. Bunların sayı artdıqda miqren baş ağrıları başlaya bilir. Digər peptid PACAP-dır, digər NO-dur, digər glutamatdır. Görürsünüz, səbəblər çoxdur və yəni peptidlərin sayı da çoxdur. Çox olduğu üçün də eyni dərmanı, eyni miqrenli xəstəyə verərik, pasiyentə verərik, 10 pasiyentə verəriksə, 3-ündə əla nəticə əldə edərik, 3-ündə orta nəticə əldə edirik, digər 3-ündə ümumiyyətlə nəticə əldə etməyəcəyik. Amma ümumən söyləyə bilərik ki, bugünkü günə, yəni elmdə aşkarlanan, yəni tədqiqatlarda əldə olunan nəticələrə görə biz söyləyə bilərik ki, trigeminal vaskülər sistemin aktivləşməsi ilə miqren baş ağrıları başlayır. Və digər peptidləri, bir yaxşı adladığım peptidlərin ifrazatının artması ilə miqren baş ağrıları baş qaldırır və aktivləşir. Beləliklə, bu səbəbdən də miqren, yəni birincili baş ağrılar siyahısına aiddir, bölümünə aiddir. Yəni, tamamilə sərbəst gedən bir xəstəlikdir. Lakin suala gəldikdə ki, bəs elə bir dərman varmı ki, çünki biz tamamilə səbəbini bilirik ki, yalnız bu səbəbdən yaranır və bu ilacı verməklə bu səbəbi biz aradan qaldırmış oluruq və miqreni də tam miqrenə qalib gəlmiş oluruq.
Maalesef ki, indiyənə qədər, yəni hətta dünyanın aparıcı mərkəzlərində belə bu suala net cavab verə bilmirlər. Yəni dəqiq deyirlər ki, biz bilirik ki, trigeminal vaskülər sistemin arteriyələşməsi mühüm rol oynayır. Bəzi peptidlər var ki, onlar çox böyük rol oynayır. Lakin hər bir hansı xəstədə eyni bir sistem mi baş verir, eyni hərəkət mi baş verir, olmur. Bu səbəbdən biz fərqli xəstələrimizə fərqli dərmanlar verməli oluruq. Misal üçün 2018-ci ildən bəri çıxan yeni, Türkiyədə daha çox buna migren ilacı deyirlər, yeni bir dərmanlar çıxdı və bəziləri migren aşısı, migren ilacı kimi belə təbliğ edirlər. Əslində aşı deyil, bu sadəcə bugün elmə məlum olan ən çox səbəblərdən biri, bayaq söylədiyim kalsidanin gen-related peptid. Yəni bu peptidi blok edən bir dərman çıxdı və bunların 4 növü var. Hamısı da iynə formasındadır. Üçü belə dəri altı vurulur, biri isə vena daxili yeridilir 3 aydan bir. Bu ilaçları verdiyimiz zaman da həmən peptidi blok etdiyimiz üçün migren baş ağrılarına belə deyək, qalib gəlmiş oluruq. Amma pasientlərin neçə faizində? Yalnız 25%-ında. Yerdə qalan pasientin, yəni 50%-ında 50% baş ağrılarının azalması olur, migrenin azalması olur. Digər 25-30%-ına isə demək olar ki, bu dərmanlar ümumiyyətcə təsir etmir. Bu da yenə o deməkdir ki, yəni hər migren xəstəsi fərdi bir pasientdir və ona standartlaşmış müalicə yoxdur. Ona görə biz burada çox bir amillər var ki, onları nəzərə almalıyıq.